Salamlar hər kəsə. Bugün normal günlərimdən birisidir. İstədim bu mövzuda da sizinlə paylaşımlar edim. Yəni Amerikada gündəlik həyatda başqa aktivitetlər edirsiniz. Təbii ki, həyat sadəcə işləməkdən ibarət deyil. Mən də demək olar ki, mütəmadi olaraq məşqlər edirəm və sizə də Amerikaya gəldikdə etməli olduğunuz 3 məsələdən bəhs etmək istəyirəm. Bunlardan birincisi məhz idman etməyinizdir. Hansı çətinliklərdən, işlərinizin hansı səviyyədə olmasından, gün ərzində neçə saat işləməyinizdən asılı olmayaraq, mütləq qaydada Amerikaya yerləşdikdən sonra həftənin ən azı bir neçə gününü özünüzə məşqlərə ayırmağa çalışın. Bu sizin istər fiziki cəhətdən ayaqda qalmanıza, istərsəniz də mental cəhətdən güclü qalmanıza kömək edəcək ən önəmli faktorlardan birisidir. Eyni qaydada zaten Amerikaya gəldikdən sonra buradakı həyatın Azərbaycandan fərqli tərəfi odur ki, bütün şəhərlər demək olar ki, insan yönümlü formalaşdığı üçün ətrafda yaşıllıqlar, parklar, outdoor aktivitelər üçün şəraitlərin olması sizi də müəyyən dərəcədə cəlb edəcəkdir. Biraz da zaten içinizdə bir motivasiya varsa, özünüzdə güc toplayaraq həmin aktivitelərdən istifadə edə bilərsiniz və o şəraiti də özünüzün lehinizə pozitiv bir yönə çevirə bilərsiniz. Mən uzun illərdir məşqimi edirəm. Amerikaya gəldikdən sonra da günün 12 saatını 16 saat çalışdığım vaxtlarda belə məşqlərimi demək olar ki, aksatmamışam. Məşq mövzuları burada təbii ki, dəyişir. Onu unutmayın ki, siz profesional bir idmançı deyilsiniz. Sabahları çıxıb da döyüşməyəcəksiniz və yaxud da böyük bir müsabiqələrdə iştirak etməyəcəksiniz. Gündəlik həyatınızda sağlam şəkildə fiziki aktivliyinizi saxlaya bildiyiniz, bədəninizin dözümlülüyünü artıra bildiyiniz istənilən hərəkətlər edə bilərsiniz. Bu evdə ənənəvi üsuldan, jim və s. kimi məşqlər etməklə başlayıb da heç nə etmədən gün ərzində və yaxud da həftə ərzində bir neçə gün, yarım saatlıq, 45 dəqiqəlik bir gəzintilər etməyinizə qədər dəyişiklik göstərə bilər. Zamanla da əgər sizin bu aktivlik xoşunuza gələrsə, daha profesional şəkildə məşqlərə də qoşula bilərsiniz. İkinci bir məsələ də yenə burada apartment komplekslərinin tərkibində bir çox halda zallar olur və bunlar da sizin kirayə ödənişinizə daxil olur. Məsələn, mənim qaldığım apartmentda belə bir zal var və demək olar ki, qaçış aparatları ilə təmin edilib. Burada çəki daşları var. Bu arxa hissədə də yenə istifadə edə biləcəyim bir alət var. Hansı ki, mütəmadi olaraq mən də bu zalda məşqlərimi edirəm. Daha sonraki mərhələdə də yenə profesional qaydada ağırlığınızı artırmaq istəsəniz, yenə $18-dan $40 qədər limitsiz şəkildə Amerikanın hər ştatında belə istifadə edəcəyiniz idman zallarına gedə bilirsiniz. Buna əmin ola bilərsiniz ki, Amerikada zaten gəldikdən sonra cəmiyyətdə idman sahəsinə nə qədər önəm verildiyini də şahidi ola bilirsiniz. Əlbəttə ki, insanların hər biri bu idmana vaxt ayırmaya bilir. Lakin kifayət qədər də ətrafınızda özünə diqqət yetirən insanları görə bilirsiniz. Və bu məsələ sizin üçün prioritet olmalıdır. Həm fiziki cəhətdən, həm mental cəhətdən ayaqda qalmağınız üçün öz sağlamlığınıza vaxt ayırmaq məcburiyyətindəsiniz. İkinci bir məsələ yenə Amerikada qida rejiminizi formalaşdırmaqdır. Əlbəttə ki, yeni gəldikdə günün 10-12 saatlarını sükan arxasında keçirirsiniz və istər-istəməz sizin evə gedib gəlmək məsələlərində pul itkisi yaşamamaq üçün elə maşındaca yeməklərinizi yeməyə fikirləşirsiniz. Bu halda da get-gəl məsələsinin uzaq olması, gəlib bir də yemək bişirmək kimi problemləri yaşayacağınız üçün istər-istəməz ilk ağla gələn şey məhz gedib də fast food qidalar almaqdır. Bunlar McDonald's-da burgerlərdir, Domino's-da pizzalardır və bunun da yanında kola və unlimited şəkildə içəcəyiniz şirin qazlı sulardır. Hansı ki, bunların kalori dəyərləri çox yüksəkdir və siz də
əgər özünüzdə iradə sahibi deyilsinizsə və daha sonraki mərhələdə gəlib də yorğunluqlarınızı bəhanə edib məşqlər etməyəcəksinizsə, ən yaxşı ehtimalda qida rejiminizin 75 və yaxud da 50%-ni evdə bişirəcəyiniz yeməklərlə formalaşdırmağa və öz yeməyinizi də özünüz də işə gətirməyə çalışın. Bu yenə də frozen foodlar olmamalıdır, yəni dondurulmuş qidalar olmamalıdır. Heç yoxdan qiymə və sair kimi ət məhsullarını burada ucuz qiymətə ala bilərsiniz və orqanik olaraq da ət məhsulları hər zaman tapılır. Eyni qaydada da buradakı minimal qazancınız sizin keyfiyyətli yeməklər yeməyinizə əsas verir. Yəni qidanızdan pul qırağı atım deyə öz səhhətinizə ziyan vurmamağa çalışın. Gündəlik zaten çöldə 5 dollara, 10 dollara yeyəcəyiniz yemək ayın sonunda sizə 300-500 dollarlıq bir xərclər yaradır. Siz bir insan üçün təxmini 300-400 dollar arasında alış-veriş etməklə istədiyiniz məhsulu alıb da sağlam şəkildə qidalana bilərsiniz. Bu, yəni mənim ən azından özüm üçün etdiyim məsələlərdən birisi idi. Gəldikdən etibarən fast foodları yeməməyə vaxtımı ayırıram və ən azından da yediyim yeməklərin ayda və yaxud da həftə ərzində bir neçə günündə fast foodlardan istifadə edirəm. Zaten də Amerikaya köçdükdən sonraki mərhələdə bu qədər fast food qidalara, kalorili qidalara öyrəşdirsəniz bədəninizi, müəyyən bir müddətdən sonra səhhət problemləri də yaşayırsınız və həzm prosesiniz də yavaşlamağa doğru gedir. Və bütün günü sükan arxasında olduğunuzu da nəzərə alsanız, həm taksidə, həm kuryerlik və sair tipli işlərdə, onu bilin ki, alacağınız çəkiləri daha sonraki mərhələlərdə atmağınız da çox böyük çətinliklər yaşadacaqdır. Bəri başdan əziyyət çəkin, yeməyinizi özünüz hazırlayın və əmin olun ki, özünüzün evdə hazırladığınız qidaların vitaminləri və sağlamlığınıza olan xeyri çöldə alacağınız, yeyəcəyiniz qidalardan qat-qat daha faydalıdır və kilo alıb vermə prosesinizdə də sizə köməklik göstərəcəkdir. Üçüncü bir məsələ də dostlar, Amerikada fərdi inkişafınıza vaxt ayırmağınızdır. Fərdi inkişaf dedikdə bu zaman alan bir mərhələdir. Bu sadəcə sizin motivasiya videolarına baxıb da klişə olan, hal-hazırda beynimizi yuyulan, gün ərzində məruz qaldığımız videolardan getmir. Sadəcə özünüzə bir vaxt ayırın, həyatınızı sorğulamağı və müəyyən bir vaxt ərzində həyatınızı, vaxtınızı dayandırmağı çalışın. Çünki zaten həyatımız sürətli şəkildə davam edir. Bu günə başlayırıq, səhər nə olacağını bilmədən həyatın axışına doğru mənasızca yaşaya bilirik. Odur ki, müəyyən dərəcədə ayağınızı saxlamaq, özünüzdə biraz daha suallar vermək, nə istədiyiniz haqqında danışıqlar etmək, hədəflərinizi qoymaq, bunlar ola bilər ki, indiki şəraitdə sizin əliniz çatan məsələlər deyil, amma gələcəkdə əmin ola bilərsiniz ki, bu hədəflərinizə çata bilərsiniz. Bu və digər şəkildə həyat sürprizlərlə doludur. Birdən-birə heç olmayacağınız yerdə ola bilərsiniz. Lakin bunun üçün də çalışmağınız, özünüzün inkişafına daim vaxt ayırmağınız lazımdır. Ən önəmlisi də məhz bunlardan birisi kitab oxumaqdır. Kitab oxuyun, istədiyiniz kitab oxuya bilərsiniz. Bu kimləsə challenge edib də il ərzində 10 dənə mən kitab oxudum və yaxud da kimsə görsün deyə kitab oxumağınıza ehtiyac yoxdur. Sadəcə özünüzlə baş-başa qalmaq üçün bir dənə də olsa il ərzində bir kitab oxuyun, bir səhifə belə olsa oxuyun ki, beyniniz aktiv olsun, baxış bucağınız dəyişsin və əmin olun ki, orada öyrənə biləcəyiniz bir söz sizin həyatınızı 360 dərəcə dəyişdirə bilər. Necə ki, mənim öz həyatımda oxuduğum kitabların mənə olan təsirləri, bir sözlə belə həyatımda nələri dəyişdirdiyim, özümə qoyduğum challenge'lar, etdiyim hədəflər var. Ümid edirəm ki, sizlər də özünüzə bu mövzularda vaxt ayıra bilərsiniz. Sevdiyiniz işlərlə məşğul olun, ən azından bir hobi yaradın. Bəzən puzzle'lar alın, legolar alın, düzəldin. Bunlar da sıravi olaraq bir sizin üçün aktivitelər ola bilər. Amma əmin olun ki, faydalarını həyatınızın müxtəlif yerlərində görəcəksiniz.
Bu iş mühitinizdə ola bilər, ailə mövzularınızda ola bilər, dostluq münasibətlərinizdə ola bilər, sabahlarım quracağınız şirkətlərdəki ünsiyyətlərinizdə və s. öz fərqliliyini, öz keyfiyyətini, sizə öyrətdikləri təcrübələrin nəticələrini və bəhrəsini görə bilirsiniz. Hər birinizə uğurlar. Yeni videolarda görüşənədək.